Salam uşaqlar. Bugünkü dərsimiz oxşar toplananların islahıdır. Gəlin bu ifadələrə baxaq. Mənfi 2x, 26x, 0,5x, mənfi x. Bu ədədlərin hamısında hərfi vuruq eynidir. İndi belə bir misal yazaq. 16a üstə gəlsin 7a. Əlbəttə ki, bunlar oxşar ifadələrdir. Biz onları toplaya bilərik. 16a üstə gəl 7a eləyəcək 23a. 11a üstə gəlsin 3b üstə gəl 4a çıx 2b. Gəlin indi baxaq. Burada a da var, b də var. A'ları bir götürək, b'ləri də bir götürək. 11a üstə gəl 4a və 3b'ni də bir götürək, çıx b, 2b. Bu olur 15a, 3b'dən 2b çıxanda qalır b. Üstə gəlsin b. Deməli, bu bizim cavabımızdır. İndi belə bir misal yazaq. Mənfi 3x çıxılsın 7 vurulsun 6 çıx 2x. Gəlin vuraq, mötərizəni açaq. Deməli, mənfi 3x çıxılsın 7-ni vurduq 6-ya, mənfi 7-ni 6-ya olacaq 42. Yəni mənfi 42. Mənfi 7-ni vuruq mənfi 2-yə, mənfini mənfiyə müsbət. Üstə gəl 14x. Və gəlin bunu sadələşdirək. Bu mənfi 3x-dir, bu da 14x-dir. Deməli, 14-dən 3-ü çıxacaq və böyüyün işarəsini yazacaq. Eləyəcək 11, müsbət 11x bərabərdir. 11x çıxılsın 42. Bu da bizim cavabımız. İndi isə belə bir misal yazaq. 10y üstə gəlsin 3y, çıx 4y, çıx 3y üstə gəlsin 5. Deməli, bunlar hamısı oxşar ifadələrdir. 10-un üstünə 3 gəldik, 13y. 13y-dən 4 çıxsaq 9y, 9y-dən də 3y çıxsaq eləyəcək 6y. Üstə gəlsin 5. Əgər biz yazsaq ki, y bərabərdir, məsələn, mənfi 3-ə. Belə bir şey yazsaq, onda 6-nı vuracaq mənfi 3-ə eləyir. Mənfi 18 üstə gəl 5. O da 18-dən 5-i çıxıb işarəsində mənfi yazacaq. Öləcək 13. Mənfi 13. Deməli, bugünlük bu qədər uşaqlar. Hələlik, sağ olun.